Hoş gördük əziz tamaşaçılar, biz bağlanmışıq yenidən Şirvanşahar stadionuna, çünki burada Şimal Hypes Kuba oyununun ikinci hissəsi başlayıb. Artıq görək bu maraqlı qarşılaşmada hansı komanda qələbəni bayram edib, qış fasiləsi öncəsi tətilə 3-cü yerdə gedə bilər. Şimal komandası 3 oyundakı qələbə qazanır. Əgər bugün qalib gələcəyi təqdirdə komanda artıq 4-cü qələbəsinə qazanacaq. Və artıq 50-ci dəqiqə gedir. 50-ci dəqiqə yekunlaşır. Və 51-ci dəqiqə başladı. Şimal Hypes Kuba oyununda pressing və korner olacaq. Meydan sahibləri korner qazandılar. Artıq görək qonaqlar geri dönüş eləyə biləcəkmi? Birinci hissədə 3 qol vurulub. O vurulan qollar hələ ki birinci hissədəki vurulan qollar oyunda hələ ki yeganədir. Və qapçı yerindədir. Hypes'in golkiperi yerindədir və yenidən korner olacaq. Yəni ikinciden zərbə. Qapçı yenidən yerindədir. Deyəsən bu səfər qapıdan zərbə. Artıq 52-ci dəqiqədə yekunlaşır. Siyəzən şəhər stadionunda Şimal öz ev oyunlarını burada keçirdir. Və pressing gol olmuşdu. 3-cü gol gəlirdi Xaçmaz təmsilçisindən. Və qapıdan zərbə. Hypes Kuba təmsilçisi pressing əl atır. 53-cü dəqiqə gedir. Və out Şimalındır. 54-cü dəqiqə gedir. Və pressing qəşəng. Adamı yerdə qalan oyuncu var. Hakim deyəsən oyunu niyə dayandırılır və indi dayandırdı. Zədələnən oyuncu var deyəsən. Meydan sahiblərində. Pressing qəşəngdir. Allah pas.
Qəşəng. İndi Hypes Kuba ikinci qolu vura bilər. Və top meydandan çıxır və qapıdan zərbə. Dəyişiklik olunacaq Hypes Kubanın heyətində. 8 nömrə çıxır, 44 nömrə girir. Artıq 55-ci dəqiqə gedir və korner vuracaq meydan qonaq komanda. Mikrofon arxasındadır Mələm Dəmirov Hüseyn Ağa. Top meydandan çıxır və qapıdan zərbə. 56-cı dəqiqə gedir. Pressing. Hypes'in qonaq komandanın qapısı yerindədir. Şimal təmsilçisi 3-cü qonaq darışına çıxır artıq. Və qapıcı yerindədir yenidən. Artıq 57-ci dəqiqə gedir. Oyunun artıq 3də 1 hissəsinə doğru yaxınlaşırıq. Təbii ki, belə olan halda qapıcı yerindədir. Əla pas və out. Və Hypes Kubanın pressingi davam edir. Və oyundan kənar vəziyyət və sarı verək olacaq deyəsən. Amma ilk öncə həkimlər meydana dəvət olunur. 58-ci dəqiqə gedir. Hypes Kuba cərmə zərbəsi vuracaq və azarkeşlər gol istəyir. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Görək. Artıq 59-cu dəqiqə gedir. Sabah bizim kanalımızda Bakının Dinamo komandası Ağdaşı qəbul edəcək Neftçi Futbol Mərkəzində. O oyunda bizim kanaldan canlı yayınlanacaq. Pressing qəşəngdir. Və diğer qayda pozulmayıb hakim bildirir. Qapıdan zərbə. Pis ifadələri işlədirlər, yəni
azarkeşlərə demək istəyirəm ki, biz canlı yayımda o pis ifadələri işlətməsinlər və Şimalın qapıçısı yerindədir. Və pressing. Və top meydandan çıxdı, out. Şimalandı. Allah pas. Şendremlikler. Paslaşırlar oyuncular. Allah. Allah pas gelir. Və indi qonaq komanda indi təzyiqini artırır. Yəni Araz Abdullayev Hypes Kubanın prezidenti demişdi ki, biz qış fasiləsi yaranan kimi Hypes'in boş qalan baş məşqçi postuna, yəni ki, baş məşqçi axtarışları start götürəcək. Yəni görək Hypes Kubanın baş məşqçi postuna kim gələcək? 62-ci dəqiqə gedir. La Paz. Pressing. Aha. Şimal komandası bu hücumunu kəsir. Hypes Kubanın və topu ələ keçirir və indi özü hücum davam elətdirəcək. Və artıq Hypes Kubanın oyuncusu yerdə qalıb, amma hakim Şimalın oyuncusuna xəbərdarlıq edir. 63-cü dəqiqə gedir. 2-1 meydan sahiblərinin üstünlüyü davam edir. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Bizim təşkilatı dəstəyimiz Futbol Arenası səhifəsidir. Ona həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirəcəm. Altmış dördüncü dəqiqə başlayır artıq görüşdə. Ya Şimal cərmə zərbəsi. Yox, sərbəst atış vuracaq. Artıq 64-cü dəqiqə başlayıb və Hypes Kuban cərmə zərbəsi vuracaq yenə. La Paz.
Pressing edib meydan qonaq komanda və korner qazanır. Hypes Quba 65-ci dəqiqə gedir. Korner gəlir. Qonaq komandadan 2-1 məğlub olur Hypes Quba. Pressing eləyəcək yenə. Hücum davam edir. Qayda pozulub. Yerdə qalan Şimalın oyuncusu var. Hypes Quba'nın azarkeşləri bir dəqiqədə olsun dayanmırlar. Hypes Quba'nın heyətində deyəsən dəyişiklik olur. Yenə də çünki artıq bu baş məncə başa düşür ki, evdə keçən dəfə əslində Hypes Quba deyəsən kül arası 3-2 qalib gəlmişdi. Mən səhv eləmirəmsə. Bəli, deyəsən bəli 3-2 qalib gəlmiş. Görək o qələbənin ardını gətirə biləcəkmi? Pas. Azarkeşlər bir anda olsun dayanmırlar. Pressing qəşəng və qapısı yerindədir. Aferin. 67-ci dəqiqə gedir. Azarkeşlər bir anda olsun dayanmırlar. Bizim təşkilatı dəstəyimiz həm öz adından, həm də kanalımız adından futbol arenasına təşəkkürümü bildirirəm ki, orada da həm 1-ci liqanı, həm də 2-ci liqanı, məsələn, arada bir məsələn şəkillərini, fotolarını paylaşırlar. İndi Şimal indi pressing eləyir və oyundan kənar vəziyyət. 68-ci dəqiqə gedir. Oyundan kənar vəziyyət alındı. Şimal 3-cü qolu vurmaq üçün irəli atılıb. Hypes Quba komandası isə 2 hesabı bərabərləşdirmək üçün irəli atılıb. Pas. Pressing. Allah. Desən Şimal komandası cərmə zərbəsi vuracaqmı yoxsa penaltidirmi? Amma yox, cərmə zərbəsidir. Çünki yox, kornerdir, cərmə zərbəsidir. Kornerdir. Meydan sahibləri korner vurur. Top Şimalda qalır. İndi Hypes Quba'nın əks hücuma başlayır. Pas. 3-2'ye gedirlər. Və top meydandan indi çıxdı. Və artıq out
Hypes Qubanın da indi Quba təmsilçisi pressing eləyir, əla pas 70-ci dəqiqə artıq başlayır görüşdə. Bravo. Və qapıdan zərbə ilə oyun davam edir. Əla pas. Yetmişinci dəqiqə yekunlaşır artıq Azərbaycan 2-ci liqasında. Və indi Xaçmazın Şimal komandası pressing eləyir. Və 71-ci dəqiqə gedir. Out. Şimalın da out artıq. Yenə də Şimalın da pressing eləyir meydan sahibləri. Şirvanşahar stadionuna yeni bağlanmışıq artıq. İkinci hissə başlayır və qonaq komandanın qapıçısı yerindədir. Birinci hissədə vurulan qollar hələ ki oyunda yeganədir hələ ki. Şimal komandası indi Hypes Quba qaydanı pozdu. Yerdə qalan Şimalın oyuncusu var. Biz bugün oyun qutaran kimi Bakıya qayıdırıq çünki sabah Dinamo Ağdaşı qəbul eləyəcək. O görüşdə futbol saatı və futbol nəbzi ilə birbaşa canlı yayınlanacaq. Görüşdə artıq 72-ci dəqiqə yekunlaşmaq üzrədir. Və deyəsən cərmə zərbəsi vuracaq Şimal. Pas. Topu götürür. Pressing atır. Aha, riskli hərəkətlərə əl atır qonaq komanda. Və qapıçı yerində. Oyun artıq 73-cü dəqiqəsi yekunlaşır. Şimal Hypes Qubanın birinci hissədəki vurulan qollar hələ ki oyunda yeganədir. Və pressing. Və indi pressing olunacaq bu qonaq komandadan. Aha, riskli hərəkətlər eləyirlər artıq oyuncular. Həm rəqib komandanın oyuncularına yəni zədələnə bilər, həm də meydan sahibləri oyuncuları zədələnə bilər. Və aha. Və qapıçı yerində.
Şimalın qapısı yerindədir. Görüşdə artıq 75-ci dəqiqə gedir. Aha, pas. Köşkən bir pas. Allah, və ikinci gol gəlir. Və qapısı yerindədir. Deyəsən oyunçu zədələndi. Azarkeşlər Şimal komandasının oyunçusunu dəstəkləyir. Və ala pas. Riskli hərəkətlərlə artıq oyunçular eləyir, amma indi Deyəsən Hypes Kubanov hücumu davam edir. 76-cı dəqiqə və qayda pozulmuyor. Hakim deyir oynamaq olar və out. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn Ağa. Və gol! Hesab beraberleşir. 2-2. Cavid İmamverdiyev hesabı beraberleştirir oyunun 76. dəqiqəsində. 2-2. Cavid İmamverdiyev. Oyunun 76. dəqiqəsində hesab beraberleşir. Artıq oyunda 4 gol var. Cavid İmamverdiyev hem ayın gol mükafatına layık görüldü, hem de çok güzel gola imza attı. Şimal hesabı 3-2 eləmək üçün vuruşur. Və deyəsən dava düşəcək meydanda. Out Hypes Kubanındır. Pas və top meydandan yenidən çıxır. Bayağı qala dava düşəcəkdi, amma nə yaxşı ki hakim orada var idi. Oyunun artıq 78-ci dəqiqəsi gelir və qayda pozulur yenidən. Sarı vərəyə Hypes Kuban oyunçusuna artıq oyunda 3 sarı vərək var. Birinci hissədə 2 sarı vərək var idi. İkinci hissədə isə 1 sarı vərək var. Bu deməkdir ki oyunda artıq həm 3 sarı vərək var, həm də 4 gol var. Allah pas. Azarkeşler bir anda olsun diye anmalılar. Ve Şimal'ın ehtiyat oyuncular skameykasını görürsünüz. Aha, Hypes Kubayla yanmıyor. Aha, deyəsən qayda pozuldu və sarı vərəyə verməlidir, verdi də. Sarı vərəyə oldu mu yoxsa yox? Deyəsən oldu bəli. Korner vuracaq indi Hypes Kuba. Şimal indi müdafiə olunur. Və hakim oyuncuları birinci yerində düzməlidir. Görək orada nə baş verir. Bu oyunun 79-cu dəqiqəsi artıq
yekunlaşır. Şimal Hypes Kuba oyununda hesab 2-2'dir. Şimal 3 qələbə qazanıb və bir dəfədə məğlub olub. Və oyunun artıq 5də 1 hissəsi başlayır. Qəşəng. Şimalın oyuncusu topu uzaqlaşdırdı. Artıq oyun 9 dəqiqədən sonra yekunlaşacaq. Sabahda biz Dinamo Ağdaş oyununa görə Bakıya qaydırıq, həm də o oyuna görə hazırlaşacaq. Ya pressing. Hay pes getdik. Azarkeş, iki komandanın da azarkeşi bugün bir an olsun susmadılar. Siz de bizim kanalımıza abone olmayı unutmayın. Abone olun ki bu tür maraqlı oyunları bizim kanalda izləmək şansınız olsun. Allah pas. Azarkeşler bir anda olsun. Qafqaz Azarkeş qrupu bir anda olsun susmurlar. Polis əməkdaşlarını da görürsünüz. Aha, riskli hərəkətlər artıq Hypes Kubadan gəlir. Out. Hypes Kubanın da. Və hesabı 3 eləyə bilər, amma Şimalın oyuncuları topu uzaqlaşdırdı və top Hypes Kubada qalır. Oyundan kənar vəziyyət. Yerdə qalan oyundan kənar vəziyyət deyil. Yerdə qalan oyuncu var Şimalın heyətində. Və deyəsən hakim topu götürdü. Hypes'in Kuba komandasına yenidən qaytardı topu. Lapas görüşün 83-cü dəqiqəsi gelir və hər şey yaxşı qutardı. Bu Hypes üçün və pis toqquşdular və qırmızı varaya hakimin əlində var. Şimal 10 nəfərlə qalır, bəli. Qırmızı varaya. Hypes'in həkimlər korpusu meydana gəlir. Qırmızı varaya, zarafatsız. Hypes getdi. Gərgin oyunda meydan sahibləri 10 nəfərlə qalır. Artıq və sən Hypes Kuba komandası cəlbə zərbəsi vuracaq.
və artıq 10 nəfərlə qalmalı oldu. Görüşün 84-cü dəqiqəsində və gol! Gol deyil. Goldur. 3-2. Golun müəllifi Cavid İmamverdiyev. Yox, gol deyil axı. Çünki qapıdan zərbədə. Gol olsaydı hamısı qaçardı meydanın mərkəzinə. Yox, gol deyil. 2-2 ilə davam edir. Görək hakim görüşünün ikinci hissəsinə nə qədər əlavə eləyəcək. Oyunda artıq 4 sarı vərək var. 3'ü qırmızı, biri isə 3'ü sarı, 3'ü sarı vərək oldu, biri isə qırmızı vərək oldu. Bəli. Allah pas, pressing. Və Quba təmsilçisinin golkiperi yerindədir. Quba təmsilçisinin prezidenti Araz Abdullayev qeyd edib ki, qış fasiləsi başlayan kimi biz Hypes Qubanın boş qalan baş məşqçi postuna baş məşqçi axtarışı başlayacaq. Artıq 86-cı dəqiqədə yekunlaşır və bu maraqlı qarşılaşma deyəsən bərabərliklə yekunlaşa bilər. Cərmə zərbəsi vuracaq Xaçmazın Şimal komandası. Və 87-ci dəqiqə gedir. Görüşdə out Şimalındır və top Hypes Qubada qalır. Pressing, mikrofon arxasında da mənəm Dəmirov, Hüseyn Ağa. Görüşün əsas vaxtına neçə dəqiqə əlavə olunacaq? Pressing ağladı. Top meydandan çıxdı, out. Hypes Qubanındır. Sən Hypes Qubanın deyil. Hypes Qubanındır, sadəcə əlavə toplar var idi deyə hakim bildirdi ki, əlavə topları çıxardım meydançadan. ...88-ci dəqiqə artıq yekunlaşır. Artıq sonuncu dəqiqə başlayır Şimal Hypes Quba oyununda. Və indi Şimal komandası son hücumları ola bilər. Bu hücumları qolla yekunlaşdırmaq istəyirlər. İndi Hypes Quba Cavid İmamverdiyevlə irəliləyir. Və Şimalın nə yaxşı oyuncuları oradaydı. Və out Hypes Qubanın da. 4-5 dəqiqə ola bilsin ki artırılsın. Çünki dayanmalar çox olub görüşdə. Və sonuncu dəqiqə artıq gedir. Və out. Şimalındır.
ses 90-cı dəqiqə indi başlayır və oyuna 5 dəqiqə əlavə olunur. Yaxşıdır, 5 dəqiqə əlavə. Qayda pozulur və qırmızı verir. Şimalın oyuncuları hakimə hətta dərəsini alıblar və sarı var. Oy oy oy. Şimalın daha bir oyuncusuna sarı vərək verildi. Cərbə zərbəsi vuracaq Qubanın. Cərbə zərbəsidir yoxsa penaltidir? Yox, cərbə zərbəsidir. Penalti ömründə olur. Bilməz orada. Penalti xəttinin üstünə düşmüyor. Və dəyişiklik olunacaq. Deyəsən Şimalın heyətində 8 nömrəli oyuncu çıxır, 13 nömrəli oyuncu girir. Və Xaçmaz təmsilçisinin baş məncisi bir dəyişiklik də etdi. Uzaqdır məncə buradan belə baxanda, amma görəkdən də. Mən də belə durum ki. Top meydandan çıxır və qapıdan zərbə ya da korner olacaq. Yox, küncüdən zərbə qazanır qonaqlar. Şimal komandasının oyuncuları arasında dava düşəcək, görək nə olub orada, amma yox, dava düşmür, sadəcə müdafiə olunurlar. Oy, top meydandan deyəsən çıxmayıb, xeyr, top qapısının üstündə dayandı, qapıdan zərbə. Bu oyuna ən yaxşısı 2-2 yekunlaşsın. Həm yaxşı oynuyorlar məncə. Və qonaqlar 3-cü qolu vurmaq istəyirlər. Amma hələ də vaxtlar. Və məncə buradan vura bilməyəcək. Qapçı yenə də yerindədir. Xaçmaz təmsilçisinin qapçısı. 93-cü dəqiqə başlayır. Son 2 dəqiqə. Son 3 dəqiqəlik var. Out. Hypes Qubanın da. İndi pressing meydan sahiblərindən. Və vur. Penaltı orada olmalıydı. Penaltı var idi. Qapıdan zərbə. Mikrofon arxasındadır mənəm Dəmirov Hüseyn ağa. Son 1 dəqiqə qalıb. Son bəli 1 dəqiqə qalıb. Ya Şimal hesabı 3-2 eləyəcək ya da məqlub olub. Oyun ya da 2-2 yekunlaşa bilər. Və ala bir zərbə gəldi. Xaçmaz təmsilçisindən. Və indi Hypes Quba pressing eləyir. Bitti. Hala bitmeyip böyle bak var. Şimal için. Oy. Hiç alınmadı.
Və qapıdan zərbə ilə oyun davam edir. Oyun bitdi. Sağ olun, salamat qalın. Hələlik.